Bugün Mərkəzi Asiyanın ən maraqlı ölkələrindən biri olan Özbəkistan mətbəxini yoxlayırıq. Tarix, dad, fərqli mədəniyyət hamısı bir yerdə. Xali, Əbilfəz, xəbəriniz var? Yox. Bizə qonaq gəlir. Nə? Qonaqlar kimdir? Özbək pambıqçılarının nümayəndələri. Hə? Bəs bu kimdir? Məşhur Özbək pambıqçısı, sosialist əməyi qəhrəmanı Lala İsmailova. Görüş kinosunda da deyildiyi kimi onlar pambıqçılıqla məşğuldular və çox zəhmətkeş xalqdılar. Hətta burada məşhur Özbək çörəyi və piyuşka üçlü master klassda da iştirak edə bilərsiniz. Düzü əvvəl düşünürdüm ki, sadəcə çörəkdir. Nə qədər maraqlı ola bilər ki. Amma anam təkidi ilə getdi və həqiqətən çox zövq aldım. Görsən sən Camal mama haralara gətirir, pizza bişirirsən, yemək bişirə bilirsən, çörək bişirə bilirsən. Arvad səni aç saxlamayacağı, gələcəyi hazırlayır mama. Belə mamadan var. Nə fərqi? Uşaqlara da bişirərsən. Arvad evdən acıq edib gedəndə ki, acı qalacaqsın, sən ki, acıq zad qalmayacaq. Çörəyi də bişirərəm, yeməyi də bişirərəm. O elə bilir bişirib sən onun qabağına qoyacaqsan. Hə? Arvadın da işini mən görəndən sonra bəs arvad nəyə gərəkdir? Özbəkistanın paytaxtı Daşkənddir, ən məşhur şəhəri isə Səmərqənd və Buxaradır. Bu ölkə qədim İpək yolunun ən mərkəzlərindən biri olub, bugünə qədər zəngin mədəniyyətini qoruyur. Mətbəxlərinə gəldikdə isə əsas ulduz plovdur, özbək aşı. Bundan başqa samsa, ləğmən və non da çox məşhurdur. Bakıda bu dağları yoxlamaq üçün biz Barakat restoranına seçdik. Samsa, ayran, pomidor, salatı və əsas yemək kimi özbək aşı sifariş etdik. Hoşa gəldi. Ondan 9. Bu nə pilovdur? Yağ getir. Pilov pişirmək də bilmirsən. Bu bir zarafatdır, aşın duzu da, yağı da hər şey qaydasındadır, çox dadlıdır.